insanın əzaba düşməsinin də əsas səbəblərindən biri naşükürlükdür. Naşükürlük səbəbindəndir. Allah özü şəkurdur. Allah özü deyir, mən şükür edərəm, yəni dəyərləndirənəm. Allah öz haqqında deyir. Həl cəzaul ihsan illəl ihsan. İnsana mükafat verməyək də danışır. Bir yaxşılığın mükafatı yaxşılıq deyilmi? Yəni gör, mən Allaha yaxşılıq eləmişəm. Allah belə danışır. Allah əxlaqı ilə əxlaqlana. Allah gileylənir Quranda, mənim bəndələrimdən az bir qismi şükr eləyir. Bu ən xoşladığım ayələrdən biridir şükürlə bağlı. Lə-in şəkərtum lə-əzidənləkum. Şükür etsəniz sizi artırarıq, sizi böyüdərək. Neymətiniz yox. Adam var, neyməti çoxdur, amma özü böyüməyib. Adam var, var dövləti var, var dövlət neymətdir, amma bir manat kiməsə xeyir gəlməyib. Heç nəyinlə, heç nəyinlə.